1 aprel günü Azərbaycan da daxil olmaqla dünyanın əksər ölkələrində aldatma, gülüş, zarafat günü kimi qeyd edilir. Bu gün insanlar bir-biri ilə zarafatlaşır, biri digərini aldadır. Qısacası, hamı bu gün çalışır ki, ətrafındakı insanların üzündə təbəssüm yaratsın. 5 şəhər sakinləri günə hansı zarafatla başlayıb? Ay tərək verməmişəm. Necə yəni, ciddisən? Bu gün kiməsə zarafat etmisiniz? Bəli, etmişəm. Hansı zarafat etmisiniz? Öz müdürümə edəmişəm. Qrup yoldaşımla etmişəm. Yaxın bildiyim uşaqdır. Etsəm iş yoldaşlarımla edərdim. Hansı zarafatı? Məsələn, biz turizmdə işləyirik. Aldada bilərəm ki, bugün qonaqlarımız gəlmədi. Belə bir zarafat eləmək onlar üçün çox ciddi bir zarafatdır. Yəni, şok keçirdirlər o zarafata. Mənlə zarafat edən olub, dostum olub. Zəng gəldi telefonuma. Dedilər ki, bölməyə yaxınlaşmalısan. Yaxınlaşmışam, otağa girmişəm, deyiblər ki, sizdən şikayət saatı yoxdur. Sonradan bilmişəm ki, hə, dostum mənlə zarafat eləyib. Bugün bizdə iş qrupuna belə bir mesaj gəlir ki, müdiriyyət tərəfdən solaxaylar işdən 1 saat daha tez çıxacaq. Düzdür, heç kəs inanmamağa çalışdı, çünki 1 aprel olduğu üçün. Amma müdiriyyət o qədər ciddi yazmışdı ki, solaxaylar hamısı müdiriyyətin otağına qaçdı və sonra öyrəndilər ki, bu bir zarafatmış. Bugün ümumiyyətlə 1 aprel olduğunu unutmuşdum. İş yoldaşım gəldi, dedi ki, evlənirəm. Düz heç inanmadım. Çünki elə bir adamdır ki, evlənəcək biri deyil də. Amma yenə də birdən ağlıma gəldi ki, bugün 1 apreldir. Məncə zarafatı eləyəndə də elə eləmək lazımdır ki, həm biraz inandırıcı olsun, həm də gülməli olsun.